Azərbaycanlı aktyor Eldar İskəndərov Grand Singer'in çəkəcəyi Reenact adlı filmin aktyor heyətinə qoşulub. APA Deadline-a istinadən xəbər verir ki, o, Benicio del Toro, Cameron Diaz və Ana de Armas kimi Hollywood ulduzları ilə tərəf müqabiliə olacaq. Filmin süjeti ilə yanaşı Eldar İskəndərovun rolu da gizli saxlanılır. Filmin çəkilişlərinin bu ilin sonlarında Los Angelesdə aparılması planlaşdırılır. Qeyd edək ki, əslən Azərbaycandan olan Eldar İskəndərov Niderland və Belçikada böyüyüb. O, Savanna İncəsənət və Dizayn Kollecinin məzundur. Onun Reenactment filmindəki işi İskəndərovun bu il oynadığı üçüncü bədii filmdir. O, Jesse Eisenberg'in A24 və Fruit Tree filmləri üçün çəkdiyi hələ yayımlanmamış musiqili komediya layihəsində, eləcə də Topic Studios tərəfindən istehsal olunmuş Jordan Firstman'ın rejissorluq debütü olan Club Kid filmində başrollar oynayıb.